Bugünkü mövzumuzu studiyamızın qonağı ilə müzakirə edəcəyik. Bugünkü qonağımız isə Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşı Fariz Ələsgərovdur. Xoş gördük sizi Fariz bəy. Xoş gördük Rüfət xanım. Biz kiber aləmindən danışanda mütəmadi olaraq müxtəlif terminləri istifadə edirik və bunlardan biri də protextingdir. Təbii ki, tamaşaçı üçün bunu daha sadə dildə izah etmək lazımdır və özündə nələri ehtiva edir? Protexting nədir? Sosial mühəndislik hücumunun bir növü olub, kiber dələduzları müəyyən bir ssenari əsasında istifadəçilərin fərdi məlumatlarını əldə etməyə yönəlik həyata keçirdiyi bir hücum prosesidir. Yəni, burada kiber dələduz fərqli bir rola girə bilər. Misal üçün, bank işçisi və yaxud da texniki dəstək xidməti işçisi, hüquq mühafizə orqanı işçisi kimi özünü tanıdaraq bizdən fərdi məlumat tələb edə bilər. Əgər protexting bir hücum növüdürsə, əsasən hansı platformada özünü büruzə verir? Protexting hücum növü son zamanlar müxtəlif, belə deyək, sosial şəbəkələr üzərindən həyata keçirilir. Buna bariz bir nümunə olaraq biz misal çəkə bilərik. Deməli, son zamanlar müxtəlif, belə deyək, saxta hesablar vasitəsilə, hansı ki, bu hesablar milli mənşəli adlarla təchiz olunur və burada yerli adlardan istifadə edilir və vətəndaşa dostluq təklifləri göndərilir. Bu dostluq təkliflərini vətəndaş da təbii ki, bu milli mənşəli olduğuna görə qəbul eləyir və dostluq təklifindən sonra isə vətəndaşa mesaj göndərilir. Xüsusi bir istək, xahiş, sorğu xarakterli bir mesaj göndərilir və bu mesajda vətəndaşdan mənim xarici nömrəm var, onu öyrənmək istəyirəm. Zəhmət olmasa telefon nömrəni mənə verərdin, mən telefon nömrəmi öyrənim. Təbii ki, vətəndaş da bunu normal qarşılayır, bir xahiş kimi qarşılayır və üstündən bir dəqiqə keçdikdən sonra vətəndaşa xarici nömrədən zəng gəlir. Xarici nömrədən zəng gəldikdən sonra isə vətəndaşın Telegram hesabına giriş kodu gəlir. Giriş kodu gəlir. Bu giriş kodu nədir? Sizin Telegram hesabınız başqa bir cihazda aktivləşdirilməsi ilə bağlı giriş kodudur. Təbii ki, vətəndaş bunu tam olaraq ilkin mərhələdə situasiyada başa düşmür. Dələduzun məqsədi isə həmin o giriş kodunu vətəndaşdan almaqdır. Və müxtəlif manipulyasiya edici üsullardan istifadə edərək giriş kodunu əldə edir və beləliklə artıq vətəndaşın Telegram hesabı qarşı tərəfin əlinə keçmiş olur. Bəs Telegram hesabı ələ keçirdikdən sonra nələr baş verir? Təbii ki, sizin kontaktınızda olan, yəni mesajlaşdığınız, belə deyək, Telegram dostlarınıza sorğular göndərilir, yaxınlarınıza maliyyə vəsaiti ilə bağlı tələblər göndərilir və belə deyək, artıq dələduzluq hadisəsi reallaşmış olur. Təbii ki, əgər bu giriş kodunu biz bir vətəndaş olaraq şübhələnsək ki, bu giriş kodu təhlükəli bir situasiyaya səbəb ola bilər. Giriş kodunu vermədikdə isə Telegramdan bir tamamlanmamış giriş bildirişi başlığı altında ikinci bir mesaj gəlir və sizin cihazınız hesabınız kənarda aktivləşdirilir. Siz bunu tamamlamaq istəyirsiniz, yoxsa yox? Bunun da qaydası var. Daxil olduğumuz cihazlar bölməsindən Telegramın. Həmin hissəyə girərək oradan o cihazı deaktiv edə bilərik. Bəli, Fariz bəy, maraqlı müzakirə gedir, amma gəlin birlikdə süjetimizi izləyək, sonra yenidən müzakirəmizə qayıdarıq. Son zamanlar kiber cinayətkarlar yeni üsullara əl atırlar. Məsələn, zərərli PDF faylları kimi. Bu fayllar e-mail və ya SMS vasitəsilə göndərilərək istifadəçiləri saxta saytlara yönləndirir. Məqsədi isə sadədir: şəxsi məlumatları oğurlamaq. 2024-cü ildə dünyada PDF vasitəsilə edilən hücumların sayı 42% artıb. Təkcə bir kampaniyada 100 mindən çox zərərli PDF sənədi e-poçtlarla yayılıb. Checkpoint'in məlumatına görə ötən il aşkarlanan zərərli sənədlərin 23%-i PDF formatında olub. Kiber cinayətkarlar xüsusilə sosial mühəndislik üsullarından istifadə edərək bu sənədləri bankdan, iş yerindən, rəsmi qurumlardan gəlmiş kimi təqdim edirlər. Məqsəd istifadəçini aldatmaq və klik etməyə vadar etmək. Bəs bu təhlükədən özümüzü necə qoruyaq? Bu məlumatlar əsasən şirkətlərə göndərilir, hesab faktura, vacib sənəd adı ilə olur və elektron poçt vasitəsilə göndərilir. Biz maksimum dərəcədə hər hansı bir şirkətin adından bizə sənəd gəldiyində mütləq şəkildə onu qarşı tərəfdən aydınlaşdırmalıyıq, eyniləşdirməliyik ki, həqiqətən onlar göndərib yoxsa yox. Yəni bu tipli fayllar göndərildikdə maksimum dərəcədə diqqətli olmalıyıq. Naməlum mənbədən gələn PDF faylları açmayın. PDF sənədlərini əvvəlcədən antivirusla yoxlayın. Təsdiqlənməmiş proqramlarla PDF açmayın. Sistem və antivirus proqramlarını daim yeniləyin. Sadə bir sənəd böyük bir təhlükənin qapısını aça bilər. Məhz buna görə təhlükəsizlik tədbirləri görülməlidir.
Belə ki, ilk olaraq göndəricini yoxlamaq, naməlum fayllardan çəkinmək və birbaşa rəsmi mənbələrdən istifadə etmək lazımdır. Unutmayın ki, fayl pulsuzdursa, təhlükə baha başa gələ bilər. Bəli, maraqlı süjet idi. Biz sizinlə müzakirəmizi davam etdirə bilərik. Biz artıq bu son illərdə phishingin müxtəlif o növlərini, üsullarını görürdük. Getdikcə proses daha da qəlizləşir. Əgər illər öncə bu sadə formada həyata keçirilirdisə, artıq onun daha qəliz formalarını görür və bu qəliz formaları hansılardır? İstəyərdim, siz özünüz bir mütəxəssis kimi bunu bildirəsiniz. Təbii ki, son zamanlar bizim qarşılaşdığımız situasiyalardan biri odur ki, caller ID spoofingdir. Yəni, zəng edənin identifikasiya nömrəsinin saxtalaşdırılması, yəni bir növ zəngin saxtalaşdırılması metodudur. Təbii ki, burada kompleks hücum metodlarından istifadə olunur. VoIP dediyimiz texnologiyalardan istifadə olunur və yaxud da digər xüsusi belə deyək, zəngi saxtalaşdıra biləcək texnologiyalardan istifadə olunur. Burada məqsəd nədir? Xarici bir nömrəni saxta bir, misal üçün, Azərbaycan nömrəsinə dəyişmək. Yəni, nömrə əslində başqa nömrədir, amma bizə gələn zəng görür ki, Azərbaycan nömrəsidir. Təbii ki, burada vətəndaş diqqətli olmalıdır. Bizim hər zaman vurğuladığımız odur ki, yəni xarici nömrələrdən və yaxud da belə deyək, maliyyə xarakterli zəng edən nömrələrdən gələn zənglərə hər zaman şübhə ilə yanaşsınlar. Kiber təhlükəsizliyin dediyimiz kimi əsas açarı məlumatda olmaqdır. Əgər kiber dələduz artıq yerli nömrə ilə belə deyək də, kamuflaj olunubsa, bu zaman biz necə bilək ki, bu həqiqətən də kiber dələduzdur və ya cinayətkardır və biz onun qurbanına çevrilə bilərik. Bu situasiyalarda əsas məqam odur ki, ani təşvişə qapılaraq qərar verməmək. Bununla yanaşı, bəzi belə deyək də, cihazların caller ID spoofingi belə deyək, deaktiv eləməklə bağlı, məhdudlaşdırmaqla bağlı Android cihazlarda da var bu. Deaktiv eləməklə bağlı bir funksiyası var. Həmin funksiyadan istifadə edə bilərlər. İstifadə etdiyimiz platformaların, sosial şəbəkələrin təhlükəsizliyini maksimum dərəcədə artıra bilər. Bildiyiniz kimi, yəni kiberdələduzlar hər zaman müxtəlif üsullara, metodlara əl atırlar ki, bizim fərdi məlumatlarımızı ələ keçirsinlər. Bununla bağlı biz sosial şəbəkələrdə istifadə etdiyimiz platformalarda müəyyən təhlükəsizlik addımlarını həyata keçirə bilərik. Hansı məlumatlarımız dostlarımız üçün və yaxud da bizi izləyən kənar şəxslər üçün əlçatan olsun, yoxsa olmasın. Biz bunları maksimum dərəcədə tənzimləməliyik, filtrləməliyik, müəyyən, belə deyək, kiber hücumda istifadə oluna biləcək məlumatlarımızı maksimum dərəcədə ictimaiyyətə açıq eləməməliyik. Digər tərəfdən, əsas vacib məsələlərdən biri OTP kodları və təsdiqləmə kodlarıdır. Kiberdələduzların hər zaman əsas niyyəti bu kodları ələ keçirməkdir. OTP kodları təbii ki, bank tətbiqləri tərəfindən göndərilən bir one-time password gedir, bir dəfəlik şifrələr. Yəni, göndərilir ki, hər hansısa bir təsdiqləmə prosesinin icrasına bağlı. Bu OTP kodlarını biz çalışmalıyıq ki, qarşı tərəflərə ötürməyək, məxfiliyini qoruyaq. Digər tərəfdən sosial şəbəkələrdən gələn təsdiqləmə kodları var ki, hansısa bir prosesin davamı üçün. Bu təsdiqləmə kodlarına maksimum dərəcədə məxfiliyini təmin etməliyik. Tez-tez söyləyirik, şifrələr bir qədər qəliz və bir qədər çətin olmalıdır ki, onları tapa bilməsinlər, ələ keçirə bilməsinlər. Amma qəliz dedikdə ən çox nəyi nəzərdə tuturuq? Çünki insanlar yaddaşlarda saxlamaq üçün bir qədər daha asan, özləri üçün daha asan şifrələrə müraciət edirlər. Şifrələrin əldə edilməsinə yönəlik hücumları biz brute force hücumları adlandırırıq. Brute force nədir? Çobud güc hücumu deyilir. Yəni, şifrənin əldə edilməsinə yox, dəfələrlə cəhdlərin olması nəticəsində şifrə əldə olunur. Şifrələrdə şifrələrin təyin olunmasında daha doğrusu bizim xüsusi tələblərimiz var idi. Böyük və kiçik hərflərin, rəqəmlərin, xüsusi simvolların kombinasiyası. Lakin bunu da düzgün formada tətbiq eləmək lazımdır. Biz böyük və kiçik hərf təyin eləyərkən, rəqəm təyin eləyərkən hansısa bir fərdi məlumatımızı orada qeyd edirik, yoxsa yox? Misal üçün, rəqəmdən götürək. Rəqəm təyin eləyərkən telefon nömrəsinin ora daxil edilməsi, telefon nömrəsinin bir hissəsinin belə daxil edilməsi brute force-da, yəni yoxlanıla biləcək bir ehtimallardan biridir. Və ya doğum tarixi, bəli, bunlar sadə formatlardır. Və yaxud da böyük və kiçik hərf deyirik. Böyük və kiçik hərfdə çalışmalıyıq ki, fərdi məlumatlarımızı ehtiva edən bir hərflər olmasın. Yəni, bu adımız da ola bilər, soyadımızın baş hərfi də ola bilər. Digər tərəfdən xüsusi simvollar məsələsi var ki, bəzən vətəndaşlar xüsusi simvol təyin eləyərkən daha rahat variantlara əl atırlar. Misal üçün, klaviaturanın müəyyən bir hissələrində ət işarəsi, nida işarəsi, diyez işarəsi əlçatan olduğu üçün xüsusi simvollarda da onlara üstünlük verir. Və ya öz yaddaşımızda rahat qaldığı üçün biz ondan istifadə edirik. Rahat qaldığı üçün bu variantlara üstünlük verir. Bu da ki, təbii ki, brute force-da yoxlanıla biləcək ehtimalların siyasında ön planda yer alır. Yəni, ən azı belə deyək də 1 milyon yoxlamanın içərisində və yaxud da 100 min, 200 min yoxlamanın içərisində bunun tutma ehtimalı ola bilər. Çox sağ olun. Verdiyiniz bilgilər olduqca xeyirli olacaq bizim tamaşaçılarımız üçün. Təşəkkür edirəm. Oldu, çox sağ olun.